Salam, kanalımızda hər birinizi xoş gördük dəyərli izləyicilər. Ev üsulu, illərlə saxlaya biləcəyiniz, xarab olmayan və kiflənməyən alma sirkəsi hazırlamaq istəyirsinizsə, videolarımızı sona qədər izləyin. 2 ay bundan əvvəl çox köhnə bir üsulla hazırladığım alma sirkəsini bugün süzürəm və onu sizinlə paylaşmaq istədim. Qıcqırma prosesi bitib, gördüyünüz kimi almaların arasında hələ də o qabarcıqlar var. Almalar tam bankanın dibinə çöküb, əsl almanı süzmək vaxtıdır. Mən ət maşınından almaları keçirdiyim üçün, təmiz süzülməyi üçün belə bir parçadan istifadə edirəm. Təmiz parçadan və içərisində kömürlər, mismarlar atmışdım. Əvvəlki videomuzu izləsəniz görəcəksiniz. Onları çıxardıram və möhkəm sıxıram. Sıxma prosesi sizin üçün çətindirsə, belə bir dəsmalın arasına tökün, üzərinə ağır bir şey qoyun, gecədən səhərə qədər özü süzüləcəkdir. Və almaları bu cürə sıxdım. 10 kilo almadan istifadə etmişdim. Mən bu sirkəni hazırlayarkən, sirkəni qoyarkən mən kömürlə mismardan başqa bunun içərisində sirkə anası da atmışdım. İndi isə onları da çıxardıram və bu sirkə analarını da yenidən süzəndən sonra sirkənin içinə atacağım. Dəyərli izləyicilər, almanın bu üsulla sirkəsini hazırlayanda sirkə tez yetişir və süzməyinə görə də çox gözləmək lazım deyil. Gördüyünüz kimi almanın çox su əriyib, demək olar ki, çox az bir hissəsi qalıbdır. Siz əgər bu cürə sirkə qoysanız, almalarınız biraz quru olsa, içərisinə biraz su da əlavə edə bilərsiniz. Ancaq mən almaları ət maşınına keçirdikdə almalarım çox sulu idi, su tökməyə ehtiyac olmadı. Gördüyünüz kimi içərisindən çıxan mismarları da sizə göstərdim ki, yəni heç birində paslanma yoxdur və kömürlər də əriməyib. Necə atmışdım, elə də qalıb. İkinci dəfədə qıfın içərisinə setka yerləşdirmişəm və sirkəni buradan süzürəm. Sirkəmizin rəngi də çox gözəl alınıb, dəyərli izləyicilər. Onu da deyim ki, bu sirkə çox tünd olur. Sirkəmiz 2 banka alınıbdırsa, deməli bunun 2 qatını təsəvvür edin. Və bunu istifadə edəndə özü qədər su əlavə edib, sonra elə işlətmək lazımdır sirkəni. Və sonunu da süzdüm. Gördüyünüz kimi setka da təmizdir, elə bir çöküntüsü qalmadı. Və əvvəldən çıxartdığım sirkə analarını da yumuşam, təmizləmişəm. İndi isə bunları yenə də sirkənin içərisinə əlavə edirəm. İsraf olunmasın deyən, sizin əlinizdə sirkə anası yoxdursa, heç də vacib deyil onu əlavə etmək. Artıq sirkələrimizi ən azı 2-3 ay sərin, qaranlıq və quru yerdə saxlamalıyıq. Bu sirkələri istifadə etməyə başlayanda qismət olsa sizinlə çəkib paylaşacağım. Bu isə əvvəldən hazırladığım sirkənin yenə də içərisində əmələ gələn anasıdır. Sizinlə paylaşmaq istədim. Dəyərli izləyicilər, bu sirkənin hazırlanma qaydasını videonun alt bölümündə link qoyacağım. Sizin üçün maraqlıdırsa o linkə keçid edib baxa bilərsiniz. Əgər alma sirkəsi hazırlamaq istəyirsinizsə, bizim reseptimizdən hazırlayın. İnanın ki, heç də kiflənməyəcək, xarab olmayacaq. İlk dəfə hazırlayanlar üçün çox sınanılmış bir üsuldur. Mən özüm də sirkəni ilk dəfə bu üsulla hazırlamışam. Salamat qalın, Allaha əmanət olun.